everyone, herkese salam. Bu günlər sizlərlə bərabər biz yeni bir qayda öyrənəcəyik. Qaydamız 5-ci və 6-cı siniflər üçün Nərgiz Nəcəfin Yeni Nəşr İngilis dili kitabındandır. Qeyd etdim ki, bu qaydalar ingilis dilini sıfırdan öyrənənlər üçündür. Çünki biz bilirik ki, ibtidai sinifdə heç bir qayda öyrənmirik. Artıq biz böyük sinif olduğumuza görə, artıq 5-ci sinifdən etibarən müxtəlif qaydalar öyrənir, həmin qaydalara aid də cümlələr qururuq. Sizə dərslərinizdə uğurlar arzulayıram. Hər bir dərsi yaxşı mənimsəyib, müəllimlərinizə diqqətlə qulaq asmağı unutmayın. Qaranlıq qalan mövzular varsa, şərhlərə yaza bilərsiniz. İndi isə gəlin dərsimizə başlayaq. English alphabet, İngilis əlifbası. İngilis əlifbası Latın əlifbasına əsaslanır və 26 hərfdən ibarətdir. Bunlardan 6-sı sait, 20-si samitdir. 26 hərf, 6 sait, 20 samit. Saatlər: A, I, O, U, Y. Samitlər: B, C, D, F, G, H, J, K, L, M, N, P, Q, R, S, T, V, W, X, Z. Daha sonra burada ingilis əlifbasında olan hərflərə aid sözlər, yəni nümunələr verilibdir. Bütün hərflər var, bəli. Baxırıq burada ilk hərfimizə. A, apple, alma, and, qarışqa. B, ball, top, bat, kötək. C, cat, pişik, cup, fincan. D, dog, it, dot, nöqtə, xal. E, egg, yumurta, elephant, fil. F, frog, qurbağa, fish, balıq. Demək, bir dənə burada frog sözü ilə from sözünü qarışdırırlar çox vaxt. From, bir də frog. From da yazılır, elə from da tələffüz olunur. Frog da həmçinin sadəcə burada c, q kimi tələffüz olunur. F-R-O-C yazılır, F-R-O-M yazılır. Frog qurbağa deməkdir. From isə harada olduğunu bildirir. Məsələn, deyirəm ki, where are you from? Sən haradansan? Yəni, haralısan? Bu zaman onda deyirəm, from-dan istifadə edirəm. Mən orada frog-dan istifadə edə bilmərəm. Amma demək istəyirəm ki, bu qurbağadır. Burada əlbəttə ki, frog-dan istifadə edəcəm. From-dan istifadə etməyəcəm. From, haradasan? Yəni, cümləsində olan yer mənasında işlənilir. Frog isə qurbağadır. Yazışlarına və deyişlərinə diqqət edin. Daha sonra fish, balıq. Sonra G, goat, keçi, grass, ot. H, hand, əl, hat, şilyapa. Digər sözləri də həmçinin oxuya bilərsiniz. Bu formada eləyəcəm. İstəsəniz telefonda saxlayıb, yəni skrim eləyib telefonda saxlayıb özünüz də oxuya bilərsiniz. Bu həm hərflərə aid, yəni hərflərin işləndiyi sözlərə aid, baş hərflərdə, yəni onlara aid nümunədir. Həm də ki, bilmədiyi sözləri də və yaxud yadınızdan çıxan sözlər varsa, yeni öyrənirsinizsə, buradan oxuyub əzbərləyə bilərsiniz. Və bir şey deyim, artıq biz 5-ci sinif olduğumuza görə bunların yazılışını da mütləq şəkildə əzbərləməliyik. Çünki KSG-lərdə çıxır və biz o zaman həmin KSG-nin şərtini və yaxud KSG-də sualı falan oxumağımız üçün həmin sözlərin tərcüməsini bilməliyik. İndi isə keçək növbəti səhifəyə. Növbəti səhifədə bizə samit hərf birləşmələri verilibdir. Biz əsasən samit hərf birləşmələrinə sözlərin yazışında rast gəlirik. Sözlərin yazışında bizə samit hərf birləşmələrinə rast gəldikdə biz bunları necə tələffüz eləyəcəyik? Yəni yazışı əlbəttə ki, asandır da. Yəni yazışını yazmaq asandır. Niyə asandır? Çünki ingilis əlifbasında olan hərflər Azərbaycan əlifbasından eynidir axı. Bir dənə burada W-dur. W-dakı, yəni onda yazmaq asandır da, yəni bu formada yazılır. Buradan beləsinə xətt qoyuruq. Bu W-dur. W yəni
W-dan başqa digər hərflərin hamısı Azərbaycan əlifbasına eyni olduğu üçün biz bunları yazmaqda, yəni çətinlik çəkmirik. Lakin tələffüzdə biraz qarmaqarışıq olur tələffüzü, yəni oxumaq üzündən. Amma ki biz artıq bu qaydaları bildikdən sonra bunlar da bizə asan gəlməyə başlayacaq. İndi biz öyrənirik ilk öncə TH samit hərf birləşməsini. Cümlədə daha doğrusu yox. Sözlərdə TH varsa, hər hansı bir sözdür. Məsələn, burada TH hərfi var. Biz indi bunu necə oxuyuruq? İndi onu öyrənəcəyik. TH iki cür oxunur. Birincisi Z kimi oxunur. Burada Z bu formada yazılıbdır. Bu yazılışdır da, yəni daha doğrusu, yəni bu kitabda məsələn bunun tələffüzündə, kitab, lüğətdə falan tələffüzlər veririk. Bunda Z bu formada veriləcək. Sizin üçün belə yazılmayacaq. Bu formada. Bu ingilislərin yazılış tələffüzünü yazmaq tərzidir da, yəni tələffüzdə bu formada yazırlar ingilislər. Daha sonra məsələn yazıram ki, bura Z. Z müəyyənlik artiklıdır bildiyimiz kimi və burada TH Z kimi tələffüz olundu. Daha sonra this bu deməkdir. TH Z kimi tələffüz olundu. That o deməkdir. TH Z kimi tələffüz olundu və s. İndi biz baxırıq. Burada qoşa nöqtədən istifadə olunubdur. Qoşa nöqtə nə deməkdir? Qoşa nöqtə həmin, yəni ondan qoşa nöqtə səsin uzaldığını bildirir. Ondan əvvəl gələn hərf uzaldılır. Yəni sonra gələn hərf qəti şəkildə uzaldılmır. Ondan əvvəl gələn hərf. Demək, burada Z dedim də, düzdür. Ondan əlbəttə ki, sonra hərf gəlmədiyi üçün bu asandır. Elə mən Z-də deyəcəm. Amma mənə bu formada söz verilərsə, məsələn, bunlar sözünü verilərsə, ziz, bu zaman mən Z-nı uzatmayacam, İ-ni uzaldacam. Qoşa nöqtə və yaxud da iki nöqtə hardadırsa, onun əvvəlində olan hərfi mən uzaldıb tələffüz edəcəm. Digər sözlər də var burada. Məsələn, zəm onları, daha sonra z onların və s. Yəni burada fərqli sözlər verilibdir. İndi biz keçirik. Yəni bunları özünüz əlbəttə ki oxuya bilərsiniz. Bilmədiyiniz yəni sözlər varsa da əzbərləyə bilərsiniz. Yazılış və deyiliş. Sizin üçün rahat olsun deyə də altından da həmçinin xəttlər çəkiblər ki, rahat oxuya bilərsiniz. İndi isə keçirik digər tələffüzünə. Yəni bildiyimiz kimi dedik axı TH iki cür tələffüz olunur. İndi digərinə baxırıq. TH digər formada dişarası S kimi də tələffüz olunur. Dişarası S bu formada yazılır. O yazırıq, ortasına xətt çəkirik. Bu olur dişarası S-nın işarəsi. Bildiyimiz kimi, yəni burada olan transkripsiyanın daha doğrusu içində olan həmin sözlər, yəni hərflər varsa, onlar yazılışda qəti şəkildə istifadə edilmir. Sadəcə tələffüzdə, yəni lüğətlərdə baxın bu formada tələffüzü yazırıqsa, bu zaman biz bu sözlərdən, yəni hərflərdən istifadə edəcəyik. Məsələn, yaza bilərik ki, three. Və mən burada three demirəm, three. Diş arası S, yəni S-nı biraz başqa elə bir formada deyirik də. Daha sonra think, düşünmək, tooth, diş və s. kimi yəni sözlər deyə bilərik. Ümid edirəm ki, bu T-sı hərfi, yəni hərf birləşməsi sizə aydın oldu hər iki halda. Demək, yəni ümumiləşdirək. T-sı iki cür oxundu. Biri Z, məsələn, Z, ziz və s. Digər forması isə dişarası S kimi oxundu. Məsələn, three, sing. Və burada olan işarə Z deməkdir. Daha sonra burada olan işarə isə dişarası S-nın işarəsidir. Keçirik növbəti hərf birləşməmizə. Növbəti hərf birləşməmiz CH yazılır və deyildikdə, yəni tələffüzdə isə Ç kimi tələffüz olunur. Burada tələffüzünü yazıblar, yəni bu daha çox asandır bunun tələffüzünü, yəni lüğətdə yazmaq üçün. T yazırıq, bildiyimiz T. Bir də ki, bunu elə bir S kimi yazırıq da. Prosto S-nı belə yazmırıq. Bu biraz uzaldılır da, elə ki. Belə yazılmır.
belə bu formada yazılır. Bu da əlbəttə ki, transkripsiya içərisində yazılır. Niyə? Çünki tələffüzdə istifadə olunan hərf birləşməsidir. Daha sonra, məsələn, yaza bilərik ki, lunch, qəlyanaltı. Daha sonra burada chess, şahmat, chess. Baxın, burada c-hı T kimi tələffüz olundu. Həmçinin bayaq da dediyim kimi sözlərin altına xətt çəkib bilər ki, sizə aydın olsun ki, hansı söz necə tələffüz olundu. Daha sonra chair, stool yaza bilərsiniz. Sonra cheese, pendir yaza bilərsiniz. Sonra child, uşaq yaza bilərsiniz. Chocolate, şokolad yaza bilərsiniz və s. Yəni, növbəti sözlər də var əlbəttə ki, burada çoxlucanı söz yazıblar ki, sizə daha çox aydın olsun və bilmədiyiniz sözlər də əlbəttə ki, öyrənə bilərsiniz. İndi isə burada C hərf birləşməsinə aid istisna var. Gəlin, baxaq görək bu nə istisnasıdır. Demək deyir ki, bəzən C hərf birləşməsi dedik axı Ç səsini verir. Amma bəzən isə K səsini də verir. Yunan və Latın mənşəli sözlərdən çox bunlar olur. Məsələn, deyirik ki, school, məktəb. Burada C hərf birləşməsi olduğu üçün mən burada C-ni K yox, Ç kimi tələffüz etməli idim. Lakin bəzən dediyimiz kimi bu istisnadır. Bəzi sözlərdə, yəni Yunan və Latın mənşəli sözlərdə bu dəyişilir. Yəni Ç yox, K kimi tələffüz olunur. School, məktəb. Daha sonra yaza bilərik ki, chemistry, kimya bu formada yazılır. Baxın, burada da yenə də C hərf birləşməsindən istifadə olunubdur və burada K tələffüzündə, yəni K kimi tələffüz etmişik. Niyə? Çünki bu Latın və yaxud da Yunan mənşəli sözdür. Daha sonra keçirik üçüncü samit hərf birləşməmizə. Üçüncü samit hərf birləşməmiz S-H-dır. Demək, biz öyrəndik T-H-nı, C-H-nı, indi isə öyrənirik S-H-nı. S-H yazılır, necə tələffüz olunur? Ş kimi tələffüz olunur. Yəni, hər hansı bir sözdə daha doğrusu S-H hərf birləşməsini görsəz, bilin ki, bu hərf birləşməsi Ş kimi tələffüz olunacaq. Bayaqlarda dedim burada T yazırıq. Bunu necə yazırdıq? Bir də belə, Ş-yə oxşar belə, yəni daha doğrusu S-yə oxşar belə bir işarə yazırıq. Burada da T-nı yazmırıq. Sadəcə belə bir, yəni S-yə oxşayan bir işarə yazırıq. S-nı belə yazırıq. Burada isə yəni çap olaraq bu formada çap yəni yazırıq. Burada isə əl yazısıdır. Daha sonra indi buna aid nümunələr verilib. Məsələn, English. Burada S-H hərf birləşməsindən istifadə olunubdur və tələffüzdə isə necə olunubdur? English. Ş-nı gördünüz, həmin bu Ş-dır. İngilis deməkdir. She, o deməkdir, o qadın cinsi bildiyimiz kimi bunu keçəcəyik. Amma ki, bu ən çox, yəni ibtidai sinifdə bəli, cümlələr qurmaqda, yəni qısa da olsa müəllimlər yəni məlumat verib də, amma çox o qədər dərinlikləri keçilməyib. Niyə? Çünki həmin vaxtı yəni bizə o qədər lazım olmur da bu qaydalar. Böyük siniflərdə artıq biz bunları əzbərə bilməliyik ki, bizə lazım olacaq. Daha sonra burada shop, dükan, mağaza deməkdir. Burada S-H həmçinin istifadə olunub. Necə tələffüz olundu? Shop kimi, Ş. Daha sonra sheep, cəmi deməkdir. Sheep isə qoyun deməkdir. Çox adam bunu qarışdırır. Yazışın və deyilişində, yəni deyilişləri eynidir, lakin yazışları fərqlidir. Ya baxın, S-H-I-P. Bu cəmidir, sheep. Sheep. Bu cəmidir. Amma S-H-E-E-P gördünüz, burada səsi idi, burada 2 dənə E-dir. Bu olur qoyun. Yazışlarına diqqət yetirin, bunları qarışdırmayın. Cəmi ayrıdır, qoyun ayrıdır. Daha sonra yaza bilərik köynək, şört və s. Yəni sözlər yaza bilərik də. Burada da həmçinin altlarına xətt çəkilib ki, siz aydın oxuya biləsiniz. Daha sonra indi isə keçirik növbəti hərf birləşməmizə. Dördüncü hərf birləşməmiz T-C-H, yəni ki
T. Bunu bayaqlarda öyrəndik. Baxın burada. C-hı həm T səsini verdi, həm də ki, bəzən K səsini verdi. Həmçinin burada T, C-hı da T səsini verir. Necə yazıldı? Bir daha hatırlayaq. T, bir də bu formada belə bir işarə. Bu da oldu T səsi. T səsi. Daha sonra nümunə yaza bilərik ki, watch. Saat, baxın, T-C-H altından xətt çəkilibdir. Burada da həmçinin deyiliş yəni formasında yazılışını yazıblar. Daha sonra məsələn yaza bilərik ki, kitchen, mətbəx, Ç, daha doğrusu Ç, kitchen, mətbəx. Sonra başqa sözlər də yəni burada yazıblar. Match, kibrit və s. də yəni sözlər yaza bilərik. Digər sözləri də həmçinin özünüz oxuyub əzbərləyə bilərsiniz. Çünki bunlar lazımlı sözlərdir. Mən sadəcə vaxt getməsin deyə, videomuz qısa olsun deyə bunların hamısını oxumuram. Amma siz yəni bunu həm shorts videosunda paylaşmışdım. Onu yəni dayandırıb videonu həmin sözləri oxuya bilərsiniz. Daha sonra 5-ci hərf birləşməmiz WH. Bu iki cür oxundu. Yəni bayaqki bu TH kimi. TH da həmçinin iki cür oxundu. Həm Z, həm də ki dişarası S kimi. İndi bu V, yəni WH, daha doğrusu WH iki cür oxundu. Birincisi H kimi. Baxın bunlar ilə H, W eynidir də, yəni bunlarda heç bir yəni hərf dəyişikliyi olmur. Məsələn, burada belə yazıram, bu Ç-dır. Amma burada elə H-dır. Məsələn, deyirəm ki, whom, kimə, kimi deməkdir. Sonra whose, kimin deməkdir. Baxın, burada yenə də iki nöqtədən istifadə olunubdur. Əlbəttə ki, biz burada unu uzadırıq da, whose deyirik, düzdür? Və bu o hərfinin əvvəlində işlənir. Yəni, who hərfindən əvvəl işlənir və buna görə yəni o ikisinin altına, onun da yəni altına xətt çəkilib ki, siz görəsiniz həmin bu onu. Daha sonra digər forması isə W kimidir. Qalan hallarda yəni W formada oxunur. Məsələn, where. İndi burada W əlbəttə ki, deyəsiniz, müəllim, burada W yazıldı. Bəs niyə burada V-dır? Yəni W elə V-ni niyə yazmayıblar? W yazıblar. Burada yəni ingilis dilində əlbəttə biz dedik axı, fərqli tələffüzlərdə işarələrlə istifadə olunubdur. Burada da həmçinin W-dan istifadə olunubdur. Yəni W elə transkripsiyanın içində də W formada da yazılır. Yəni bunun yerində V yazılmır. Daha sonra məsələn yazıram V-yə harada? Sonra what, nə? White, ağ. Burada həmçinin altlarından xətt çəkilibdir. Sonra altıncısı PH. PH F kimi tələffüz olunur. Məsələn, found, telefon, found. Daha sonra elephant, fil, elephant. Sonra photo, şəkil, photo. Daha sonra digər yəni sözləri də oxuyub yazılışını və deyişini tərcümə eləyə, daha doğrusu yadınızda saxlaya bilərsiniz, əzbərləyə yəni. Daha sonra 7-cisi CK. CK K kimi tələffüz olunur. Məsələn, chicken, cücə, chicken. Sonra black, qara, black. Back, geri, back. Sonra ticket, bilet, ticket. Daha sonra 7-cisi K-N. K-N hərf birləşməsi N kimi tələffüz olunur sözün əvvəlində. Məsələn, deyirəm ki, burada knife, bıçaqdır. Yəni, ən çox bunlar daha çox bilinir. Digərlərini əlbəttə ki, oxuya bilərsiniz. Knife, bıçaq. Sonra knowledge, bilik, knowledge. Sonra know, bilmək. Daha sonra burada 9. W-R. Bu R kimi tələffüz olunur. Sözün əvvəlində. Bu writer, yazıcı. Wrote, əlbəttə ki, burada yəni hansısa bir hərf artırılır və yaxud da elə belə write. Yazmaq deməkdir, write. Writer isə, bunu yəni silin, writer isə yazıcı deməkdir. Burada W olanda R səsini verir. Daha sonra digər sözləri də yəni ki, özünüz üçün oxuya bilərsiniz. Sonra 10-cu C-ni N kimi tələffüz olunur. C-ni söz birləşməsi
n kimi tələffüz olunur. Sözün sonunda, məsələn, sign, işarə, sign. Burada c-dən istifadə olundu. Sözün sonunda, yəni istifadə olunur da ən çox, yəni bunlarda. C-ni, yəni hərf birləşməsində. Daha sonra fine, xarici, fine. İndi bunlar hamısını oxuduq. Nə başa düşmədiniz və yaxud tələffüzündə hansında sözlərin çətinlik çəkirsinizsə, hər hansısa, məsələn, bəzən olur da, indi müxtəlif hərflərin tələffüzü, məsələn, tələffüzdə hərflər verilir və həmin hərfin tələffüzünü də bilmirsinizsə, şərhlərə yaza bilərsiniz. Həmin şərhləri oxuyub mən sizə cavab verəcəm. İndi isə keçirik növbəti səhifəyə. Növbəti səhifədə 2 cür oxunan samit hərflər verilib. Demək, burada c, c, s, bir də x hərfləri 2 cür oxunan samit hərflərdir. İndi onların hamısını oxuyacağıq. Burada c, bir də s hərflərinin üstündə ulduz işarəsi verilib. Bunları da istisna olaraq yazıblar bura. İlk öncə biz başlayaq birinci c-dan, sonra isə istisnaları sırayla oxuyacağıq. Demək, 2 cür oxunan samit hərflər. C-dan başlayırıq. 1. Y-dan əvvəl gələrsə, yəni bu c hərfi, bir də y hərflərindən əvvəl gələrsə, s kimi oxunacaq. Necə oxunacaq? S kimi oxunacaq. Baxırıq. Məsələn, yazıram ki, center, mərkəz, center. Baxın, burada dən əvvəl gəldi, həmin bu c hərfi. Buna görə də necə oxundu? S kimi oxundu. Sonra city, şəhər. Burada i-dən əvvəl gəldi, necə oxundu? S kimi oxundu. Sonra cycle, dövrə. Burada y-dən əvvəl gəldi, necə oxundu? S kimi oxundu. Sonra ikincisi necə oxunur? Qalan hallarda isə k kimi oxunur. Yəni s hərfi k kimi, daha doğrusu s deyirəm. S hərfi k kimi oxunur. Baxırıq. Məsələn, yazırıq ki, car, maşın. Car. Burada qoşanaqda oldu. Demək, necə eləyəcəyik? A-nı uzaldacağıq. Car, maşın. Car. Burada A-dan əvvəldir. Buna görə də, yəni digər hallarda, yəni A olduğuna görə A axı bizim hərflərimizdən deyildi. Burada E, I, bir də Y hərfidir. A onlardan deyil ki, demək ki, burada K kimi oxunacaq. Daha sonra burada U. U onlardan deyil ki, demək burada K kimi oxunacaq. Burada bag. Burada K hərfi. Bu hərflərdən deyil ki, demək ki, k kimi oxunacaq, bag kimi oxunacaq. Demək, kap, maşın, kəp, fincan, bag, ceri deməkdir. Daha sonra keçirik c hərfinə. C hərfində deyir ki, i, bir də y hərflərindən əvvəl gələrsə, bu c hərfi z kimi tələffüz olunacaq. Bu d, bir də bu formada yazılıb. Bu z demək. D ilə bu hərf yanaşı olanda z səsini verir. Demək, z səsini verəcək. Yalnız i, bir də y hərflərindən əvvəl gələndə. O birlərdə yox. Demək, məsələn, deyirəm ki, angel, mələk. Baxın, burada c-nin altından xətt çəkiblər. E-dən əvvəl gəldi, bəli. Bunda necə tələffüz olunacaq? Z kimi tələffüz olunacaq. Z. Daha sonra yaza bilərik ki, enzim, mühərrik, enzim. Burada i-dən əvvəl gəldiyi üçün z kimi tələffüz olunacaq. Zim, idman zalı, zim. Burada y-dan əvvəl gəldiyi üçün z kimi tələffüz olunacaq. İndi isə keçirik ikinci halına. İkinci halda isə qalan hallarda, yəni c kimi tələffüz olunacaq. Məsələn, game, oyun, gəl, məqsəd və s. İndi isə keçirik s hərfinə. Bir sözün, deyir ki, sözün əvvəlində, saitdən əvvəl, sözün sonunda kar samitdən sonra olanda s kimi tələffüz olunacaq. Məsələn, stop, dayanmaq, stop. Daha sonra bats, yarasalar, yarasalar. Burada s səkizi əlavə olunur, yarasalar. Bat yarasadır, s səkizi əlavə olunur, bats yarasalar olur.
Burada deyir ki, sözün əvvəlində, yəni əvvəlində gəldi də, düzdürmü bu s hərfi? Bəli, gəldi. Demək nə olacaq? S kimi tələffüz olunacaq. Daha sonra saitdən əvvəl gəlmir, demək söz sonunda çar samitdən əvvəl. T çar samitdir, bəli. Demək ki, bu zaman s kimi tələffüz olunacaq. Stop, dayanmaq, bats, yarasalar və s. İndi ikinci halına baxırıq. Deyir ki, iki sait arasında söz sonunda sait və zincirli samitdən sonra isə z kimi tələffüz olunur. Məsələn, cheese, pendir, cheese. Biz, arılar, biz. Daha sonra beans, paxlalar, beans. Burada i uzaldılır. Bildiyimiz kimi qoşa nöqtə olduğu üçün ondan əvvəlki hərf uzaldıldı. Daha sonra oldu beans, biz, cheese. Demək, indi burada deyir ki, iki sait arasında, iki dənə saitin arasında. Baxın, s hərfi iki dənə saitin arasındadır, yox. Bəs burada, bəli, cheese sözündə iki saitin arasındadır. Nə üçün? E saitdir, bəli. O bir də e saitdir, bəli. Demək, nə olacaq? Bu, demək, z kimi tələffüz olunacaq. Z kimi. Cheese, cheese. Baxın, z-ni görürsünüz, cheese. Pendir. Daha sonra burada deyir ki, söz sonunda sait və zincirli samitdən sonra söz sonunda sait. Söz sonunda sait gəlir, burada yox. Bəs zincirli samitdən sonradırmı? Yox. Amma ki, söz sonunda saitdirsə, daha sonra və zincirli samitdən sonradırsa, bu zaman biz z kimi tələffüz edəcəyik. Məsələn, biz. İndi isə keçirik s hərfinə. Demək, birincində yazılıb ki, sözün əvvəlində, saitdən əvvəl, söz sonunda çar samitdən sonra olarsa, həmin bu s hərfi s kimi tələffüz olunacaq. Məsələn, stop, dayanmaq, bats, yarasalar. Baxın, burada nə oldu? Sözün əvvəlində oldu s hərfi. Bəli, sözün əvvəlində oldu. Onda nə olacaq? S kimi tələffüz olunacaq. Olacaq stop, dayanmaq. Söz sonunda çar samitdən sonra və yaxud da saitdən əvvəl. Söz sonunda çar samitdən sonra t, demək s hərfi t-dan söz sonunda işləndi, bəli. Bəs ondan əvvəl t hərfi var da, düzdürmü? Həmin bu hərf çar samitdirmi? Bəli. Demək, burada nə olacaq? S kimi tələffüz olunacaq. Bats, yarasalar. Stop, dayanmaq oldu. Bats isə yarasalar demək oldu. Daha sonra indi ikinci halına keçirik. Deyir ki, iki sait arasında söz sonunda sait və zincirli samitdən sonra z kimi tələffüz olunacaq. Məsələn, cheese, pendir, biz, arılar, beans, paxlalar. İndi isə keçirik x hərfinə. X hərfi birinci olaraq, demək, samitdən əvvəl və söz sonunda olanda qıs, yəni səsində işlənilir. Məsələn, next, növbəti deməkdir, next. N-E-X-T, düzdürmü? Burada x var da. Söz demək deyir ki, samitdən əvvəl və söz sonunda. Söz sonunda işlənmədi, amma ki, samitdən əvvəl işləndi. T samitdirmi? Bəli. Ondan əvvəl işləndi? Bəli. İndi isə keçirik növbəti sözə. Deyir ki, six. Six 6-dır və burada x söz sonunda işləndi. Bəli. Demək nə olacaq? Qız. Six. 6. Kimi tələffüz olunacaq. İndi ikinciyə baxırıq. Deyir, vurğulu saitlərin qarşısında olanda biz qız kimi tələffüz edəcəyik. Məsələn, exit, mövcud olmaq. Baxın, burada i kimi exist, mövcud olmaq. Sonra exam, imtahan. Exam, imtahan deməkdir. Burada nə olubdur? X hərfi işlənibdir və necə olubdur? Vurğulu saitlərin qarşısında işlənibdir. Daha sonra üçüncüsü isə sözün əvvəlində. Məsələn, yazırıq ki, xylophone, ksilofon.
Burada isə z kimi yəni səslənəcək. Sözün əvvəlində istifadə olunanda z kimi tələffüz olunacaq. X sözün əvvəlindədir, bəli. Demək nə olacaq? Xəlufan kimi tələffüz olunacaq. İndi isə baxırıq biz burada istisnalara. Demək, biz bildik ki, C və S hərflərinin yuxarısında ulduz işarəsi var. Demək ki, bunlar aşağıda veriləcək. Nə kimi? İstisna kimi veriləcək. Demək, C hərfidir, gift, hədiyyə. Baxın, burada C kimi də oldu da, düzdürmü? Gəl, qız, get, əldə etmək, begin, başlamaq. Daha sonra S hərfində isə qız, qaz, case, hal, this, bu. Yəni ki, bəzən olur ki, həmin baxın bu iki hərf, C və S hərfi. Bəzən ola bilir ki, bu cür sözlərdə olduğu kimi tələffüz olunur. C, heç bir dəyişiklik oldu? Xeyr. Gift, elə gift oldu. Sonra girl, qız, get, əldə etmək, begin, başlamaq. Digərləri də eyni şəkildə. Bu da bu dərsimizin sonu. İzlədiyiniz üçün təşəkkür edirəm. Videonu bəyənməyi və abunə olmağı unutmayın. Sağ olun.